İdmanla bağlı, ölkə idmanı və futbolu ilə bağlı söhbətlərimiz, podkastlarımız davam edir. Hər vaxtınız xeyir, xoş gördük YouTube kanalımızda və digər platformalarımızda. Bu gün futbolun tamam başqa bir tərəfi, son vaxtlar futbolumuzun son illər üzdə olan başqa bir siması ilə danışacağıq. Bir neçə istiqamətdə söhbət eləyəcəyik. Mövsümün sonudur və bizi indi əsas düşündürən yəqin ki, futbolla bağlı olan layihələr, futbolumuzun bundan sonrakı periodda yaşayacaqları və digər bu mövzulardır. Bu mənada bir qonağım var, xüsusi qonaq deyə bilərəm. Son vaxtlar xüsusilə diqqət mərkəzində oldu. İndi təqdim eləyəcəyim şəxs. Buna qədərsə başqa layihələrdə biz onu bir futbol siması olaraq tanıyırdıq. Söhbət Sərdar Salmanzadədən gedir. Xoş gördük Sərdar bəy. Xoş gördük. Təşəkkür edirəm dəvət üçün. Biz təşəkkür edirik ki, dəvətimizi qəbul etdiniz. Çünki sizdə çox maraqlı mövzular var və mən əminəm ki, bizim izləyicilər üçün də maraqlı olacaq. Son günlər Sibrizdə stadion məsələsi çox böyük bir səs-küy yaratdı. Biz də bunu fürsət bilmişik və istəyirik ki, onun detallarını da elə bizim kanallarımızda açıqlayasınız. Çünki həqiqətən ölkə futbolu üçün çox böyük hadisə olduğunu gördük. Bəlkə də buna qədər bu haqqda danışılmırdı. Ümumiyyətlə heç təxminlər yox idi, heç bir yerdə bu mövzuda fikirlər yox idi, amma birdən-birə bir günün içində belə deyək, ictimaiyyət bildi ki, Sibrizdə stadion hazırlanır və bu çox böyük bir layihədir. Elə buradan başlayaq. Necə oldu, hardan başladınız? Təşəkkür edirəm sual üçün. Sibriz Arena layihəsi çox unikal, həm də çox qeyri-adi bir layihədir. İlk növbədə cənab Emin Ağalarov başda olmaqla bütün Sibriz ailəsinə təşəkkürümü bildirirəm bizim komanda adından. Çünki həm ölkə futbolu üçün, həm idman üçün ümumilikdə çox böyük bir addımdır. Hesab edirəm ki, Sibriz Arena postsovet məkanında dünyada hətta öz layiqli yerini tutacaq. Biz Sibriz Arena deyəndə tək futbol nəzərdə tutmuruq. Orada ayrı-ayrı ixtisaslaşmış digər idman növləri də inkişaf etdiriləcək. Məsələn, güləşdir, boksdur, judodur, kickboksingdir, qaydasız döyüşdür. Hər bir idman növü öz belə deyək, inkişaf dönəmini keçəcək Sibriz Arenada və ən unikal tərəfi Sibriz Arena ondan ibarətdir ki, Sibriz Arenada digər möhtəbər hadisələr baş verə bilər, konsertlər, təqdimatlar və sair ilahır. Və nəzərə alsaq ki, ilkin mərhələdə stadion tutumu 5000 azarkeşi rahat şəkildə yəni futbolu seyr etməyə imkanı olacaq. Biz gələcəkdə həmin sayı 10.000 nəfərə qədər çatdıracağıq. Konstruktiv olaraq stadion buna nəzərə alınıb, bütün bu məsələlər və stadion ətrafı iaşə obyektləri çox böyük rol oynayacaq bu layihədə. İAŞ obyektlərindən savayı orada çox gözəl küçələr olacaq. Futbol adına, idman adına, insanların İAŞ obyektlərini keçirəcəyi asudə vaxtlar, uşaqların əyləncə mərkəzləri, misal üçün ciddi bizneslə məşğul olan vəzifəli şəxslərin görüş keçirəcəyi məkanlar olacaq ətrafda. Başlamaq istəyirəm misal olaraq Arena District küçəsindən. Arena District küçəsində food court bir meydança olacaq, sahə olacaq və orada gənclərdən tutmuş yaşlı nəslə qədər hər bir şəxs stadiona daxil olmaq şərti ilə orada asudə vaxtını keçirə bilər. Restoranlar, mağazalar, uşaq əyləncə mərkəzləri və s. hər biri əksi olunacaq orada. Təsəvvür edin ki, futbol stadiona gəlirsən, futbola baxmırsan və həmən abu-havanı yaşayırsan. Çox maraqlıdır. Orada tanınmış simaları görə bilərsən, futbola gələn, futbol oynayan və s. Ardından bizim veteran futbolçuları da unutmuruq. İnşallah Allahın köməyi ilə orada Ulduzlar Aleyası salınacaq. Ulduzlar Aleyasında keçmişin fəxr olunası futbolçularımız var. Misal olsun İskəndər Cavadov, Nazim Əliyev, Qurban Qurbanov, Tərlan Əhmədov, Mahmud Qurbanov misal olaraq, İqor Ponomaryov. Bütün bu futbolçuların ulduzu orada həkk olunacaq, adları əbədiləşdiriləcək və düşünürəm ki, bu addımla biz hardasa onlara öz hörmətimizi bildirə biləcəyik buna. Çox güclü təqdimat olacaq. Hər bir futbolçu, hər bir futbol adamı, hətta futbola aidiyyəti olmayan insanlar Sibriz Arenaya gəldikdə həmən insanların orada adını həkk olmuş görəcəklər və düşünürəm bu fəxr olunası bir hadisədir.
Və ən maraqlı hadisələrdən biridir ki, Sibris Arenanın açılışı inşallah çox möhtəbər olacaq. Orada çox tanınmış dünya ulduzları həm musiqi sahəsində, həm futbol sahəsində görə biləcəksiniz inşallah. 2027-ci ilə hazır olması gözlənilir. Bəli, belə deyək də, bu gün biz təxminən il yarım, 2 il vaxt götürmüşük ki, stadionu ərsəyə gətirək. Əlbəttə ki, bu tarix tez də ola bilər, gec də ola bilər. Buna hava şəraiti də imkan verməlidir, resurslar da imkan verməlidir. Ən azından biz bacardığımız qədər stadionu tez təhvil verməyə bir addım atacağıq inşallah. Stadionun funksionallığıdır, bax digər bu kimi məsələlərdir. Hər halda Sibrizdə hazırlanan stadion və müasir tələblərlə hazırlanan stadion yəqin ki fərqli olacaq. Bu mənada hansı fərqləri var? Məsələn, Avropa, dünya futbolundakı təcrübənizə əsaslanaraq orada nələr etmisiniz, etməyi düşünürsüz belə deyək? Biz bu stadionu layihə olaraq ərsəyə gətirəndə Azərbaycanda mövcud olan stadionların problemləri, hətta xaricdə olan stadionları belə deyək, ziyarət etdiyimiz oyunlarda hər bir detallara getmişik, hər bir problemi nəzərdən keçirmişik. Sibris Arena unikallığı ondan olacaq ki, Sibris Arenanın stadionun altında maşın dayanacaq olacaq, avtoparking. Bütün qonaqlar rahat şəkildə girib maşını parkinq edib stadiona qalxıb öz yerlərinə yerləşə biləcəklər. Stadionun girişi çıxışı çox rahat olacaq. İnsanlar saatlarla yolda qalmayacaqlar, saatlarla çıxış axtarmayacaqlar. Çox böyük sayda, çox sayda giriş-çıxışlar olacaq, nəzərə alınıb. Rahat şəkildə 5 dəqiqənin içində girib 5 dəqiqənin çıxıb rahat, yəni gedə biləcəksiniz. Üstəgəl Sibris Arenanın Skybox VIP lojaları 4 segmentdən ibarət olacaq. Düşünürəm ki, hər bir insan, hətta adi oturacaq yer alanda oradakı olan abu-havanı çox belə möhtəbər şəkildə hiss edəcək. Konstruktiv olaraq da stadion qədimi Rimdə olan Kolizeyin bir abu-havasını yaratmağa çalışmışıq. Onun formasından, onun bucaqlarını nəzərə almışıq. Səs çox maraqlı yayılacaq stadiona və rəqib komandalar üçün bir yaxşı mənada cəhənnəmə çevriləcək. Əlbəttə ki, burada azarkeşlərin də öz rolu olacaq. Azarkeşləri gəldikcə, azarkeşləri unutmamışıq. Nəzərə alsaq ki, bizim azarkeşlərin stadiona axını son illər problem olub. Bunu da nəzərə almışıq bu məsələni və azarkeşlər üçün Sibris Arena Wall olacaq, fan wall. Bu ərazidə azarkeşlər fan klub gələrək öz lozunqlarını səsləndirəcəklər, televiziya kameraları qarşısında öz gözləntiləri haqqında intervyu verəcəklər. Fan klub üzvləri və adi azarkeşlər orada foto çəkib, selfie çəkib paylaşacaqlar və bunu biz bir teatral formatda eləyəcəyik. Ardından həmən kameralar müşahidə altında həmən fan klub üzvləri 100 nəfər, 150 nəfər qalxacaqlar stadiona, bu müşahidə olunacaq. Yerlərinə oturandan sonra translasiya keçəcək digər maraqlı anlara, hardakı komandalara oyuna hazırlaşırlar, məşq və digər asudə işlərlə məşğul olacaqlar. Bu bir rəng qatacaq oyunun özünə format olaraq və bir yenilik olacaq. Bu yenilik də ümid edirəm ki, azarkeşləri, gənc azarkeşləri, futbol sevərləri futbola cəlb etməyə bir səbəb olacaq inşallah. Sərdar müəllim, istər-istəməz stadion deyirsə futbol məsələsi çox düşündürür insanı. Həm də indi futbolumuzda stadion infrastruktur problemi çoxdur və həm dövlət, həm aidiyyatı qurumlar bunu həll etmək üçün çalışır ki, daha yaxşı infrastruktur layihələrimiz olsun futbolda. Bu layihə yəqin ki, bu mənada ən unikal, ən fərqli, belə müasir layihələrdən də deyə bilərik. Bu mənada sırf futbolu ora daşımaq mənasında hansısa planlar varmı? Yəni məsələn hansısa bir kluba verilməsi olsun, hansısa bir klubun daimi stadionuna mı çevrilsin, yoxsa hər kəs istifadə edər prinsipi olacaq belə deyim? Çox yaxşı mövzuya toxundunuz. Nəzərə alsaq ki, Azərbaycan futbolunda bu dəqiqə stadion problemi mövcuddur. Biz o nöqteyi nəzərdən Sibris Arenanı ərsəyə gətirməyə çalışırıq və bu stadion hamı üçün, qapısı hamı üçün açıqdır. İstənilən komanda, Premyer Liqa komandası, istər 1-ci liqa komandası ehtiyac duyduqda AFFA ilə Peşəkar Futbol Liqası məsləhət etdikdən sonra əlbəttə ki, icazə verəcəyik oynasın, eləsin. Çünki stadiondan istifadə qaydaları da çox vacib amildir. Bunu Peşəkar Futbol Liqasının əsasnaməsi, yəni orada əks olunub hər bir şey orada
yazılıb hər bir qayda qanun və futbol komandaları bu məsuliyyəti başa düşməlidirlər. Həmçinin istənilən Premyer Liqa klubu bizə müraciət edib öz ev oyununu orada keçirə bilər, məşqlərini keçirə bilər və bizim məqsədimiz bu stadionu hansısa bir kluba təhkim etmək olmayıb heç vaxt. Biz Azərbaycan milləti üçün bu stadionu tikmişik. Burada azarkeşlər nəzərə alınıb. Burada komandanın fan klubları nəzərə alınıb. Burada klubların özləri nəzərə alınıb. Həmçinin burada AFFA-nın, PFL-in çox böyük töhfəsi var. Onların yazdıqları qanunlar əsasında, belə deyək, onların əsasnaməsi əsasında bu stadion ərsəyə gələcək. Və onun üçün də biz hesab edirik ki, seçimdə hansı klub daha peşəkar olacaq, hansı klubun daha çox ehtiyacı olacaq, o kluba da bu stadion təhkim olunacaq. Bax, digər idman növlərindən danışdıq. Bizdə indi UFC kimi böyük bir turnir keçirilir və yəqin ki, uzun müddətli olacaq. Eyni zamanda zaman-zaman Avropa və dünya çempionatları ayrı-ayrı idman növlərində baş tutur və açıq danışsaq bu mənada tam müasir, tam funksiyanal belə hazırki müasir tələblərə cavab verən arenalardan biri məsələn Milli Gimnastika arenasıdır və bu səviyyədə 1-2 arena var. Məhz bu Sibrizdəki arenada həmin o yarışlara, həmin o səviyyəyə uyğun olacaqmı belə deyim? Düşünürəm ki, bəli. Əlbəttə ki, indi bu haqqda danışmaq biraz tezdir. UFC bildiyim qədər, indiyə qədər açıq səma altında yarış keçirməyib. Ona görə danışıqlar lazımdır. Sibrizin belə deyək, adı və nüfuzu düşünürəm kifayət edəcək. Sibrizin adına layiq stadion tikilir və orada UFC qaydası döyüş turnirlərinin keçirilməsi bu bir arzu olar. Mən çünki böyük bir pərəstişkarıyam UFC-nin. Conor McGregor, Khabib Nurmagomedov, Fabricio Verdun, Cain Velasquez kimi ulduzları görmək xoş olardı. Bizim də döyüşçülərimiz var, Rafael Fiziev. Çox bəyənirəm onun döyüş üslubunu. Ona görə düşünürəm ki, bir müddət sonra bu haqqda düşünməyə dəyər. Azərbaycanda UFC artıq keçirilir və Sibriz arenada keçirilməsi böyük bir fəxr hissi hadisə olardı, bəli. Amma belə bayaq dediyim digər idman növləri, məsələn, güləş, judo, Avropa və dünya səviyyəli yarışlara keçirməyə imkandır. Orada da təbii ki, arena olması vacibdir, qapalı məkan. Amma ya açıq məkanlara imkan verilən növlərdə digər idman növləri üzrə böyük yarışlar ola bilər, yəni. Ola bilər, əlbəttə ki, biz orada tikəcəyimiz zallar sırf məşq üçün nəzərdə tutulub. Ancaq mülayim hava şəraitində, normal şəraitdə orada imkan versə, bəli, biz açıq hava altında da öz Azərbaycan çempionatını pilot layihə kimi keçirə bilərik və ya Bakı birinciliyini keçirə bilərik. Ona istinad olaraq gələcəkdə orada möhtəbər tədbirlərin keçirilməsi nəzərdən keçirmək olar. Sərdar müəllim, bu mövzu ilə bağlı bir daha, yəni xatırlatmaqda məncə ehtiyac var. Bizdə infrastruktur problemi futbolumuzda mövcuddur. Hətta sanki bəzən elə görünür ki, indi stadion olması çox yaxşı bir biznes ideyasıdır. Yəni bu gün klublar məşq etməyə stadion tapa bilmir, taparsa bunun üçün yaxşı ödənişlər eləyirlər və s. da belə deyək. Siz orada səhv eləmirəmsə müsahibələrinizdən birində qeyd etmişdiniz ki, Sibriz Arena ilə yanaşı biz digər meydançaları da düşünürük. Bu mənada hansısa bir açıqlana biləcək planlar varmı ki, məsələn, stadionlar olsun, orada icarəyə verilsin və s. Bəli, nəzərdən keçiririk. Yenə də deyirəm, bizim məqsədimiz Azərbaycan millətinə, xalqına, dövlətimizə dəstək olmaqdır. Yadınızdadırsa cənab prezident son çıxışlarından birində qeyd etdi ki, Sibrizdə misal üçün bu tip investorların cəlb olunması məqsədə uyğundur. Biz də bu ideya istinad olaraq Sibrizdə stadionun ərsəyə gəlməsini özümüzə borc bildik. Həmçinin idmanın inkişafına töhfə verəcək nə bir hadisə varsa biz orada iştirak etməyə hazırıq və sualınıza qayıtdıqda digər arenalarında tikilməsi və ya bərpası nəzərdən keçirilir. İdman Nazirliyi ilə təmaslarımız var. Qismət olsa, bəli, yəni niyyətimiz var. Futbol və siz mövzusunda belə deyim davam eləyək. Sərdar Salmanzadə adı
futbolun içində olan insanlar üçün təbii ki, bir başqa tanır, amma belə ümumi ictimaiyyət üçün son illərdə Şəfa ilə daha çox gündəmə gəldi, müəyyən mənada deyə bilərik. Aşağılardan başladınız, komandanın Premyer Liqaya gələn bir yol keçdiniz Premyer Liqaya qədər. Belə deyək, son günlərə qədər ordaydınız. Yəni bugünkü Şəfanın Premyer Liqaya vəsiqə qazanması böyük hadisə sayılır Azərbaycan futbolunda və bu mövsüm sizdən başlamışdı bu proses. Elə demək olar ki, sizin rəhbərliyiniz dövründə yəqin ki, indi Şəfadakılar, futbol ictimaiyyəti bununla razılaşar. Dövründə komanda həmin o səviyyəyə çatdı, sonradan isə çempionluq rəsmiləşdi. Bu barədə hissləriniz necədir və ümumiyyətlə bu hekayəni belə deyək bir də indi burdan danışaq. Sizə təşəkkür edirəm bizim əməyimizi belə yüksəkdə qiymətləndirdiyinizə görə. Bildiyiniz qədər mən Şəfa Futbol Klubunda başlamışam futbola, uşaq olanda bütün yaş qruplarını keçmişəm. Sonda 15 yaşım olanda məni əsas komandaya dəvət etdilər. Sadəcə o rəsmi oyunlara çıxa bilmədim, çünki bildiyiniz qədər həmin ərəfədə Xəzər Universiteti Şəfa oyununda yaşanan hadisələr əsnasında Azərbaycanda futbol dayandı və həmin ərəfədə mən 9-cu sinifdə oxuyurdum. O dönəmlərdə də biz universitetə hazırlaşmaq üçün bizə 2 il vaxt lazım idi da, belə deyək, orada repetitorların yanına getmək və s. Lahır. Mən məcbur olaraq getdim hazırlaşmağa universitetə və imtahana bir neçə ay qalmış Azərbaycan futbolu bərpa olundu və mənim arzum ürəyimdə qaldı. Belə deyək, lord dildə ifadə etsək, Şəfa mənim ürəyimdə idi həmişə. Şəfa mənim ilk sevgimdir, futbol sevgimdir. Və həmişə hiss edirdim ki, arzum da var idi ki, nə vaxtsa bu tip hal baş versə, mən Şəfa Futbol Klubunu yenidən elitə qaytarım, öz töhfəmi verim və Allahın böyüklüyünə şükür bu imkan məndə yarandı. Biz Şəfada rəhbərlik başda olmaqla bütün futbolçuların ailə mühiti yaratdıq. Bu ailə mühiti əsnasında uğurlu nəticələr əldə etdik. Çempion olduq yekunda. Nə deyim valla? Mən Şəfanın uğurlarına həmişə sevinəcəm. Çünki mən Şəfa klubunun azarkeşiyəm və Şəfa klubunun pis gününü heç vaxt istəmərəm. Ancaq xoş günlərini görmək istəyirəm, qalibiyyətlərini görmək istəyirəm. Ancaq indiki vəziyyətdə bilmirəm necə olar, çünki komanda içində deyiləm. Fürsətdən istifadə edib ancaq onlara uğurlar arzu edə bilərəm. Futbola baxışınız, futbola marağınızdan biraz danışaq. Biz açıq danışsaq, həmin o Sibiriz layihəsində göründü, açıq-aşkar. Ona qədər bəlkə bir çoxları bilirdi, bilmirdi. Futbol ictimaiyyətində olan nüfuzunuz, münasibətlər, məsələn, futbolumuzun elitası oradaydı. Bu sıradan hadisə deyil. Yəni biz görürük futbolun içində bu cür təmas edən, bu cür nüfuz, bu cür münasibətlər olan insanların orada hansısa hadisələrdə belə ön planda olmasını gələcəkdə. Futbolla bağlı bundan sonrakı fəaliyyətinizdə həm infrastruktur layihələri olaraq, həm digər mövzularda hansı formada sizi görə bilərik, görə biləcəyik, bilməyəcəyik? Ümumiyyətlə futbolla bağlı gələcək arzularınız maraqlıdır. Bəli, qeyd etdiyiniz kimi çox möhtəbər bir hadisə idi Azərbaycan futbolu adına. Ora gələn insanların hər birinin qarşısında baş əyirəm. Hamısı bizim, yəni yaşlı böyüklər də var idi, kiçiklər də var idi, amma hamısının çox böyük hörmətim var. Onlar Azərbaycan futbolu üçün çox işlər görüblər, davam da edirlər. Yəni Qurbanova simasında gənc məşqçilərimiz də var idi. Rəşad Sadıqovu gördüm orada, misal üçün. Cavid Hüseynov oradaydı. Hər birlərinə uğurlar arzulayıram. Mənə gəldikdə, mən çalışdığım qədər Azərbaycan xalqına, millətinə, dövlətinə həmişə dəstək olacağam, bacardığım qədər, əlimdən nə gəlir edəcəm. Gələcəkdə istəyərdim, bəli, Azərbaycanın futbol ali rəhbərliyində yer alım, dəstək olum. İndi də misal üçün hər kəsi çağırıram, AFFA ətrafında toplaşsınlar, dəstək olsunlar. Peşəkar Futbol Liqasının qanunlarına riayət etsinlər, əsasnamələrinə. Yəni AFFA-nın yanında olmalıyıq biz futbol adamları, onlara dəstək olmalıyıq. Çünki bütün qanunlar, qərarlar orada qəbul edilir və bu olduğu halda biz ancaq onlara dəstək ola bilərik ki, onların da işi asanlaşsın. Əlbəttə ki, problemlər var. Bu problemləri də həll etmək lazımdır. Biz nəyisə, kimisə tənqid edib, kimisə işini çətinləşdirməklə nailiyyət əldə edə bilmərik. Onun üçün hər kəsi çağırıram, milli komanda dəstək olsunlar, AFFA-ya dəstək olsunlar və birlikdə düşünürəm ki, biz
uğur əldə edəcəyik. Bizə biraz vaxt lazımdır. Sərdar müəllim, bax indi ən böyük arzunuz nə olardı ölkə futboluna bağlı? Nə isə dəyişmək imkanınız olsa, indi klublarımızın, millimizin Avropa, dünyadakı uğurları öz yerində. Və bu gün məsələn Premyer Liqaya təsir etmək gücünüz olsa nəyi dəyişmək istəyərdiniz? Premyer Liqa təsir gücü, stadionların sayını artırmaq bu bir mənalı. Hamı bunu bilir, bu yeni bir xəbər deyil. Və ən vacibi bizim klublarda, Premyer Liqa klublarında əsasən də akademiyalar mövcud deyil. Bu sadə olaraq yaş qruplardır. Yəni bu faktdır. Çox qəşəng. Bu yaş qruplardır. Peşəkar yanaşma görmürəm. Acı olsa da, istər bütün komandaları şamil edirəm bunu. Bizdə belə deyək, akademiya mədəniyyəti formalaşmır. İstinad olaraq biz gələk daha çox pul ayıraq, daha çox fikir ayıraq. Yəni başa düşürəm, Azərbaycanda müəyyən klublar var ki, heç stadionu yoxdur. Amma gələcəkdə tələblər, lisenziyalaşma şərtlərində çox istərdim ki, çox ciddi bir şərtlər qoyaq akademiya ilə bağlı. Yəni akademiya nə deməkdir? Futbolçu orada təhsil almalıdır, futbol təhsili. Digər təhsil növləri var da, misal üçün bu cəbirdir, bu ana dilidir və s. kimyadır, fizikadır. Yəni bunların ümumi bloku olmalıdır. Həmin klublar yığılıb bir məktubla AFF-a müraciət etməlidir. AFF öz növbəsində müraciət etməlidir İqtisadiyyat Nazirliyinə, oradan Təhsil Nazirliyinə. Bunun bir formulu, mexanizmi formalaşmalıdır ki, futbol istedadına meyli olan cavan uşaqlarımız hansısa bir nailiyyət əldə etsinlər. Onlar aldığı attestat əsnasında idman institutuna imtahan verməyə icazələri olmalıdır. Yəni aydın məsələdir ki, bütün dünyada bu praktika var. Bizdə niyə olmasın? Dövlət mən hesab edirəm ki, həmişə inkişafın tərəfində olub. Orada nəsə problem yaranması yəni absurd olar. Həmçinin bizim müşahidəmə görə əlbəttə ki, bu da faktdır. Bizim 15 yaşa qədər futbolçularımız çox gözəl nəticələr verir Avropada, aşağı yaş qrupları. 15 yaşından sonra keçid dövrü keçirir bizim cavanlar. Bu da bir fizioloji bir prosesdir və bu prosesdə Avropa futbolunda həmən yaşda olan gənc futbolçular vitaminizasiya və farmasevtiya alırlar. Azərbaycanda bu yoxdur, bu absurd bir məsələdir. Əlbəttə ki, vitaminizasiya keçən futbolçu, vitaminizasiya keçməyən futbolçudan üstün olacaq fiziki olaraq, dözümlülük baxımından. Bəli, talant ola bilər, amma talantı inkişaf elətdirmək və 90 dəqiqə stabil oyun nümayiş elətdirmək sırf düzgün fiziki hazırlığa arxalanır. Ona görə düşünürəm ki, bu haqda Azərbaycan Futbol Federasiyası ilə, Peşəkar Futbol Liqasına təmaslarımız var. Bu məsələni müzakirə edəcəyik və bunu aradan qaldırmaq lazımdır bu məsələni. Bu məsələ aradan qalxsa, inandırım sizi yaxın 3 il, 2 ildə bizdə futbolda sıçrayış olacaq inşallah, yaxşı mənada. Bax, mən bayaq indi yəqin ki, izləyicilər də təsdiqlər dedim, siz futbolun içindəsiz falan. O qədər içdən, o qədər məsələn gündəmdə olmayan, danışılmayan bir mövzudan xəbər verdiniz də. Bu göstərir ki, nə qədər əslində futbolun içindəsiz və bir növ biz bəzən məşqçilərə deyirik, aşağıdan başlayıb futbolçulara yuxarı gəlir. Siz də aşağı liqadan başlamısınız. Oranı da görmüsüz, ondan aşağını da görmüsüz. Artıq üst səviyyədə də varsınız. Bütün bunları təcrübə olaraq toplayanda daha nələri deyə bilərsiniz? Məsələn, mən fikirləşirəm klub sayının artırılmasına yanaşmanız necədir? Və yaxud da millimizin hazırki situasiyada, hazırki reallıqlarda əlimizdə olan o materialla uğurlu olması üçün nələr çatışmır? Bu mövzulara da biraz baxışınıza qalın. Bəli, komandanın sayı artırılması ilə bağlı işlər gedir, bildiyim qədər federasiyada və buna nail olacağıq inşallah, sağlıq olsun. Düşünürəm ki, klublarda peşəkar kadrların sayı çox azdır. Yəni bunu federasiyada qeyd edib, yəni çox ciddi problemlər var. Yəni hər bir klub bunun üzərində çalışmalıdır. Cavan kadrları göndərməlidirlər, orada təcrübə qazansınlar xarici ölkələrdə, futbolun inkişaf etmiş ölkələrində əlbəttə ki. Və buna düşünürəm ki, digər aspektlərdə böyük rol oynayır vicdan məsələsi. Futbola vicdanla yanaşanların da sayı azdır. Ona görə yəni bu məsələlər üzərində işləmək lazımdır. Amma bir məsələ də var. Futbolçularla olan münasibət rəhbərlik tərəfindən, baş məşqçi tərəfindən hesab edirəm ki, funksioner olaraq bir klub prezidenti baş məşqçinin işinə qarışmamalıdır. Çünki baş məşqçi qarşısında tələb qoyulur.
Ola bilər ilk 10-luğa düşsün, 5-liyə düşsün, 3-lüyə düşsün, ilk çempionluq istəyirlərsə, yəni bu insandan bu tələb olunursa, siz ona sərbəstlik verməlisiniz. Həm transferlərdə, həm kluba yanaşmada, münasibətdə, işin formalaşmasında bu problem bizdə var. Klub prezidentləri birbaşa klubun idarə etməsinə müdaxilə edirlər, komandanın içinə girirlər, baş məşqçinin işinə qarışırlar və bizim gənc məşqçilərə şans vermirlər. Yəni baxın, bütün məşqçilər ora-bura oynayırlar. Niyə bu gün misal üçün Cavid Hüseynova şans verilməsin? Niyə Elgiz Kərəmliyə şans verilmir? Niyə? Mən səbəbini başa düşmürəm. Bəli, mövsümün ortası ola bilər. 1-ci liqada, 2-ci liqada nəsə uyğunsuz olmaq, bəli, işdən azaddır, azad edin. Amma misal üçün futbolçu məşqçi nəticə verirsə ona şans verilməlidir düşünürəm. Şans verilməməyi bizə çox ziyandır. Klub strukturları ilə bağlı deyirsiniz problem var, doğrudan da bax bu da az danışılan məsələlərdən biridir. Məsələn, əlimizdə Qarabağ nümunəsi var da, siz dediyiniz faktora uyğun məşqçiyə şans verirlər, struktura hörmətlə yanaşırlar, orada ciddi şəxslər, işgüzar insanlar var, amma başqa klublarda razıyam ki, belə problemlər olur. Bu mənada AFFA-nın, hazırki AFFA rəhbəri də müəyyən mənada bir təzələnib, onların da toparlaması, bu işləri, baxışını dəyişməsi, kimlərinsə baxışını dəyişməyə çalışması filan bir vaxt aparan məsələdir. Məsələn, inkişaf strategiyası hazırlandı, amma böyük pullar lazımdır. Bu mənada sizcə bax bu qarşıdakı iş, həm bir növ futbolun içində olan adam kimi soruşuram ki, AFFA hansı işləri görəcək sizcə və yaxud da nələr olmalıdır, nələri dəyişməyə çalışmalılar ən qısa müddətdə? AFFA nəzərə alsa, AFFA əlindən gələni edir. Orada peşəkar insanlar toplanıb. Mən bunu faktiki olaraq görürəm, yəni şahidiyəm. Sadəcə olaraq bilirsiniz, AFFA gəlib klubun idarə etməsinə heç kimə müdaxilə edə bilməz. Müəyyən qanunlar var, əsasnamə var, ona riayət olunmalıdır. Yəni AFFA işi burada bitir. AFFA tövsiyə xarakterli hansısa bir məsləhət verə bilər. Bildiyim qədər istənilən futbol klubunun prezidenti ya belə deyək, icraçı direktor olsun, idman direktoru olsun, AFFA-ya müraciət edib, rəhbər şəxslərlə görüşüb məsləhət ala bilər. Mən də şahid olmuşam, mən də məsləhət almışam. AFFA-da toplaşan peşəkar insanlar çox gözəl bilirlər klub necə idarə olunur. Onlar çünki təmaslardırlar. Bütün Avropa ölkələrini gəzirlər, dünya çempionatının final mərhələlərində iştirak edirlər. Yəni bunlar samballı, işi bilən insanlardır orada toplanan. Başda Rövşən Nəcəf olmaqla Cahangir Fərəcullayev olsun, baş katib Sərxan Hacıyev olsun, Orxan Əhmədov olsun, fərq etməz. Hamısı bütün orada yığılan insanlar peşəkar insanlardır, futbolu bilən insanlardır. Onlar da tövsiyə edirlər. Heç vaxt siz eşitməzsiniz ki, AFFA kiməsə bir mənfi söz desin ya düzgün məsləhət verməsin. Belə şey olmayıb, bu absurd olar. Sadəcə olaraq bu məsləhətə qulaq asıb riayət etmək biraz problemi var. O da egoya bağlı bir məsələdir. Bu ego məsələsi də düşünürəm ki, getdikcə bizə vaxt lazımdır. İnsanların məsəl aşağıda gələn məsəl yaşı az olan perspektivli funksionerlər yaşa dolmalıdır, bilməlidirlər. Onlar vəzifəyə gəlməlidir ki, klubu idarə etmə mexanizmini formalaşdırsınlar. Ən böyük problemi də bizim özəl klublarda odur ki, onlar çalışırlar korporativ idarə etməni yansıtsınlar futbolçulara. Bu çox böyük səhvdir. Futbolçu ilə işləmək ən çətin proseslərdən biridir. Ona görə bunu buraxmaq lazım məşqçinin öhdəsinə. Orada olan kapitanları düzgün seçmək lazımdır. Hər bir futbolçu bir evdən gəlib, hərəsi bir tərbiyə görüb, hərəsi bir mentaliteti var, bir dünya görüşü var, işə, məsələyə bağlı öz fikri var. Psixoloji baxımından çox çətindir. Elə mən misal olaraq Şafadan götürürəm. Mən hər bir futbolçunun təmasda olmuşam həmişə, baş məşqçi ilə. Yəni abu-havanı tutmaq lazımdır. Korporativ idarə etməni futbolçu yansıtmaqla çox böyük səhv edirlər. Bunu bilirsiniz, burada fiziki bir durum məsələsi var. Futbolçu sənə bağlanmasa, motivasiyası olmasa, o heç vaxt çıxıb orada qalibiyyəti əldə etməyəcək. Bu çox vacib amildir. Ona görə məsləhət görürəm ki, psixoloq da ehtiyac yoxdur. Düzgün məşqçi seçimi, futbolçularla lazımı hörməti qoymaq lazımdır. Futbolçuya bir yaşın uyğundursa, bir evlad nəvazişi lazımdır. Onları düzgün motivasiya etmək lazımdır. Ya bu çox böyük bir çətin işdir. Bunun bariz nümunəsi deyə bilərəm. Qurban müəllim çox gözəl bir iş keçirir. Rəşad bəy Zirədə çox böyük iş görür. Sonuncu Sabah çempion oldu. Çox ciddi işlər gedib bu baxımdan və orada mən çox mənim simpatiyam olan
Turan Tovuzun prezidenti Ehtiram edir. Ehtiram müəllim çox nüfuzlu insandır, çox hörmət etdiyim insandır. Hətta tədbirdə də diskusiyamız oldu. Yəni onun işini çox yüksək qiymətləndirirəm bir prezident kimi. Ehtiram müəllim futbolçuya çox yaxın prezidentdir və ona baxıb mən çox ilham alırdım. Həmişə çalışmışam onun kimi də komandaya yaxın olum. Və xaricilərdən deyərəm ki, Yəni o cür funksioner obrazı siz bəyənirsiniz. bəli, bəyənirəm, yaraşdırıram, tövsiyə edirəm digər prezidentlərə və onun simasında xaricdə olan prezidentlərdən biri Joan Laporta. Həmişə futbolçuların yanındadır. Ona görə Barselona motivasiyalıdır, düzgün struktur formalaşıb. Yəni futbolçuya nə lazımdır? İstənilən insana həyatda nə lazımdır? Hörmət və izzət. Bunu görməyəndə futbolçu heç vaxt çıxıb sənə görə futbolda orada oynamayacaq, tərin tökməyəcək. Aha, aydındır. Sərdar bəy, təşəkkür edirəm qonağımız olduğunuz üçün. Bütün mövzularda danışdıq və çox yaxşı mesajlar aldıq sizdən və mən düşünürəm ki, biz bir müddət sonra yenə görüşəcəyik, çünki mütəmadi yeniliklərlə. Ki əslində Şafadan ayrıldıqdan sonra belə bir açıqlamanız var idi ki, daha fərqli ölkə futboluna xidmət eləmək istəyirəm. Bu mənada hansısa bir indi açıqlamaq həqiqətən çətindir, hansı yeniliklər gözlənilir və bundan sonrakı fəaliyyətinizlə bağlı bir fikir aldım. Təşəkkür edirəm. Valla Şafadan ayrılanda zaten bu məsələlər var idi, stadion məsələsi və Allaha şükürlər olsun ki, Allah Taala mənə qismət etdi. Mən bir stadion ərsəyə gəlməsində bir fəal iştirak edirəm. Azərbaycan futboluna və ölkəsinə, futbolçulara böyük bir töhfə verəcək bu stadion. Bu məsələni nəzərdə tuturdum. Belə də ki, AFFA-nın yanındayam, Peşəkar Futbol Liqasının yanındayam. Məndən bir vətəndaş olaraq, bir funksioner olaraq nə lazımdırsa artıqlamasını etməyə hazıram. Düşünürəm ki, hər bir funksioner bizim ali futbol rəhbərinin yanında olsa, biz inkişafa tez nail ola bilərik. Vacib amildir. Təşəkkür edirəm. Çox sağ olun müsahibə üçün. Siz sağ olun. Gələcək verilişlərdə sizə uğurlar arzulayıram. Çox sağ olun, təşəkkürlər. Sərdar Salmanzadə qonağımız idi ölkə futbolunda. Bax elə bu söhbətdən sonra deyə bilərəm, maraqlı funksioner, maraqlı bir sima obrazı olaraq fəaliyyətini davam elətdirir. Onunla son günlər gündəmdə olan o məşhur Sibris stadionu barəsində, hansı ki bir müddət sonra hazır olacaq, həm də ölkə futbolu ilə bağlı baxışlarını bölüşürdük. Görüşərik hələlik.